Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində yeni bir xəritə dərc eləmişəm. Bu xəritəmizin başlıca mövzusu ərəblərlə mübarizə aparanlardır. Amma burada bir balaca ifadələrimizə fikir verməliyik. Məsələn, Sasani dövləti ərəblərlə mübarizə aparıb və hətta Sasani dövlətini ərəblər süquta uğradıb, rəylərdə ilin qeyd edirsiniz. Bizans dövləti ərəblərlə mübarizə aparıb, həm 7-ci əsrdə mübarizə aparıb, həm 9-cu əsrdə. 7-ci əsrdə ərəblər qalib gəlib və hansı ərazilər ələ keçirib, rəylərdə onu qeyd edirsiniz. Albaniya dövləti ərəblərlə Katsek-Tesfon döyüşündə mübarizə aparıbdır. Həmin döyüşlər olanda Albaniyanın hökmdarı kim olub? Rəylərdə onu qeyd edirsiniz. Çin Talas döyüşündə iştirak edib, ilin yazarsınız. Xəzərlər uzun müddətli Ərəb-Xəzər müharibəsində olublar. Frank yazmışam bura, amma Frankın istisnası nədir? Onlar ümumi ərəblərlə mübarizə aparıb, Kordova xilafəti ilə. Amma ərəb xilafətinə düşmür. Bu məsələyə bir dənə diqqət edək. Bu tərəfdə isə Səlcuqları qeyd eləmişəm. 1055-də Toğrulun buranı tutmasıdır. Bir Monqollar da 1258-də süqutdur. Bir də Sacilər dövləti 10-cu əsrin əvvəllərində hansı Sacı hökmdarı ərəblərlə mübarizə aparan onu da qeyd eləsəniz, hər şey gözəldir.